Növbəti inteqrasiya sualımıza baxırıq. Deyir ki, tarix dərsində müəllim İpək yolunun əhəmiyyətini keçərkən şagirdlərə tacir rolunda çıxış etməyi tapşırır. Onlar marşrut xəritəsində planlaşdırır, səfər zamanı qarşılaşa biləcəkləri çətinlikləri yazılı şəkildə izah edir. Bu yolun şəhərin inkişafına təsirini müzakirə edirlər. Deyir ki, müəllim bu tapşırıq verərkən hansı inteqrasiyanı reallaşdırmış olur? Baxın, tapşırıqda müəllim tarix dərsində şagirdlərə xəritədən istifadə etməyi, eyni zamanda çətinlikləri yazılı şəkildə izah etməyi tapşırır. Əgər xəritədən istifadə etməyi şagirdlərə tapşırırsa, xəritədən istifadə etmək bacarığı bu coğrafiya fənninə aiddir və daha sonra çətinlikləri yazılı şəkildə ifadə etmək isə Azərbaycan dili fənninə inteqrasiya olunmuş sayılır. Ona görə də tarix fənninin coğrafiya, Azərbaycan dili fənninə inteqrasiya olunması onu göstərir ki, bu fənlər arası inteqrasiyadır. Yəni, bu fəaliyyətdə müxtəlif fənlər arasında əlaqə yaranır. Müxtəlif fənlərə Azərbaycan dili, coğrafiya fənninə inteqrasiya olunur. Ona görə də bizim doğru cavabımız B variantıdır.